Heç xəstəxanaya gedirik ki, yəni nəyindən razı olaq? Yaxşı həkimlər hamısı xaricə gedib, buradakılar da ancaq pul tələsirlər. Dərmanlar keyfiyyətsiz, həkimlər savadsız. Sabahda həkim də qabağa çıxmağı qoymurlar. Var, sabahda həkimlərimiz var. İmkan vermirlər ki, onlar işləsin, məsul vəzifəyə gəlsin. Kimin qohumu var, kimin nəsə bir əlaqəsi var, onlar vəzifəyə keçir. O yaxşı sabahda həkimdə qalır qıraqda. Millət də əziyyət çəkir. Xeyr. Nədən narazısınız? Hər şeydən, yalançılıqlarından, saxtakarlıqlarından. Mənim oğlum qan xərçəngidir. Getdim qan institutunda səhv diaqnoz qoydular uşağıma. Üstələdi, ücrəndə üstələdi. Yəni bu narazılıq getdim özəllərdə müalicə alır. Demək olar ki, məsəl üçün mən Neftçilər xəstəxanasına bir neçə dəfə getmişəm. Həm həkimlər yüksək səviyyədədir, həm də yəni yaxşı münasibətlə qəbul edirlər və nəticədə də sağalan xəstəliklərlə oranı tərk etmişik. Qızım çox sıxılıqdır orada. Həddindən artıq həkim azlığı hiss olunur və hara gedirsən uzun növbələrdir. Yəni hiss olunur ki, xəstəxana çatışmamazlığı var, həkim çatışmamazlığı var. Yəni bunlara diqqət verilsəydi yaxşı olardı. Bir anam oradan götürdü. Bəli, Nə qan edirsən? hər şey Hər şey. normal. Xidmətlərdən narazıyam. Xidmət demək olar ki, sıfır səviyyəsindədir. Tümbələ bu sığortaya keçirləndən bəri həkimlər öz maraqlarını güdmək məqsədi ilə müştərilərdən nəsə də umurlar. Ona baxmayaraq baxmırlar, yəni ki, xəstələrə baxmırlar. Bəzilərində cəmaət çoxdur. Yox, qanun eləyib, məcburuq indi. Başa düşürük ki, cəmaət də məcburdur gəlsin. Belə də 50-50-yə. Bir il növbələr çox olur. Çox deyil, problemi danışmaq qurtarmaz. Yox. Bir də onkoloji xəstəyəm. Qarşılamırıq, icbari sığorta qarşılamır. Nə bilim, elə o dərəcədə yolum düşmür, amma o növbələr bezdirir cəmaatı, növbələr. Razıyam. Niyə razı deyiləm ki? Razıyam. Özüm də bu saat bültendəyəm, balın içində. Razıyam. Elə bütün analiz vermişəm, gedirəm cavabını almağa. Əlbəttə pulsuzdur, sağ olsun prezidentimiz. Cəmaata xidmət edir. Narazılıq olanda biraz səbirsiz, cəmaatın səbiri yoxdur, əsəbidir. Axırıncı dəfə Neftçilər xəstəxanasında olmuşam. Lap yaxşı, gözəl. Bilirsiniz, burada həkimlik heç nə yoxdur. Ümumiyyətlə, dövlət xəstəxanalarında avadanlıqlar, müasir avadanlıqlar yoxdur. Müasir avadanlıqlar olanda o həkim də müalicə verir və orada da yoxlatdırır. Amma bu dövlət xəstəxanalarında heç birisində yoxdur. Səhiyyə Nazirliyi bu barədə fikirləşməlidir ki, nəyə görə bunlar yoxdur. Amma özəllərdə hamısı var. Biz dövlət xəstəxanasından ancaq poliklinikadan istifadə edirik. Oradan da razı deyiləm. Çox oçerid olur, təbib işləyir orada, ona görə oçeriddən yaxınlaşmaq mümkün deyil. Ona görə özəllərə müraciət edirik. Özəllərdə də ki, yəni puluna minnət. Çox razı xanım, çox razı. Qəşəng pulumuzu alırlar, yola salır, gedirlər, razı olurlar.